Sosial şəbəkələrdə də çox istəyirəm, üzr istəyirəm Şahin müəllim. Hamı falçıdır, hamı problem həll eləyir, hamı insanlara deyir ki, və insanlarda da bunu da psixoloji olaraq da narahatçılığı yaradırlar ki, ay səndə filan şey var, ay filan kəsdə səndə cadu var. Hə, yəni insanlara həm də mənəvi olaraq depressiya yaradırlar. Bunun da sonu gəlir hara çıxır? İntihara qədər gedənlər var, ailəsindən boşananlar var. Üstəlik o dediyiniz qohumluq əlaqələrini kəsirlər ki, ay sənin bacın sənə nəsə eləyir. Cadu elədi, xalan sənə belə elədi. Xalan belə elədi, bibim belə elədi, filan kəsdən uzaq dur, bəhman kəsdən uzaq dur. Yəni bu tip şeylər artıq o dərəcədə çoxalıb ki, hocam, yəni çox istəyərdim ki, buna da toxunasınız və bizi bu barədə də, dinimiz də bu barədə nə söyləyir onu da. Və həqiqətən varsa bunun əlamətləri nədir, necə tapaq, çözümü nədir, necə aydınlatsanız bizi bu barədə çox sevinərdik. Çünki nəyə görə indi bir mod olub və xüsusən mənə də çox yazırlar ki, mənə dedilər ki, səndə cadu var. İlk sualım odur, hardan bilirsən? Yəni, hardan bilirsən? Normal insan hardan bilirsən? Anam getmişdi bir nəfərin yanına, o dedi ki, sənin oğlunda var. Birinci səni görübmü, görməyib. Hardan görüb, şəklimi göstərirlər. Doğru deyil bu. Yəni, bir insanın cadu olub olmaması bu, yəni bu elmə bağlı, qeyblə bilinmir bu. Yəni bu bir elmdir, necə bilir? Onu ruqyu oxuyan insan bilir, əlamətləri var. Amma qeyblə bu xəbər verilmir. Cadukar elə insanlar aldadır ki, sanki bu insana şəklinə baxanda və ya uzaqdan, mənim də bir dayımın oğluna baxarsanmı, dayısının oğlunu görməyib, eşitməyib, onda da filan əlamətlər var. Artıq ona deyək, səndə cadu var, sehir var, artıq insan qapanır, sonra mənə yazırlar. Əvvəlcədən deyirəm, mənə nəyə müraciət etmədən. Falçın yanına gedir, sonra mənə yazırlar. Deyirəm, falçı çarə oldu mu? Yox. Və falçı çarə olmadı, niyə onun yanına gedirsən? Ümumiyyətlə, bunun təşxisi, yəni bunda cadu var deyə, bu qeyb elminə aid deyil. Bu bir elmdir, o da necə bilinir? Yəni, ruqiyyə edən insan bunu bilir. Amma şəklə baxmaqla və yaxud da ki, uzaqdan görməklə, bunlar hamısı şarlatandır, yalan danışırlar. Səndə cadu var, özü cadu edir. Baxın, bu günlərdə bir dinləyicimiz mənə göndərmişdi. Ərim, misal üçün, işləyir, yazıq ər, Allah razı olsun, işləyir, evə gec gəlir. Evə tez gəlsin. Bu işləyir, əziyyət çəkir, ailəsini dolandırır. Anası gedib, yəni, qaynası gedib, gəlinin qaynası gedib, bir falçının yanına, ona bir şey yaz, evə tez gəlsin. O da götürüb yazıb, cadu. Deyirəm, nə oldu? Deyir, ailəmiz çöktü, deyir. Ruzumuz getdi, bərəkətimiz getdi. İndi yaxşı yoxsa əvvəlki? Əvvəlki durum. Özünüz gedirsiz, cadu elətdirirsiniz, sonra da ilahiyyatçıya müraciət edirsiniz. Özü niyə gedirsə olan yanına? O sənə nə yazır? Götürüb yazıb, qarma qarışıq, oradan bir dənə ayədən yaz insanlar aldatmaq üçün və sonra qarma qarışıq bir şeylər, güya bu nəsə bilir, bundan düzələcəksən. Bəzi valideynlər öz evladlarına cadu edirlər. Bu cadukarın yanına getmək olmaz, falçının yanına getmək olmaz. Bunlar qeyb elmi əlaqəsi yoxdur, onlar cinlərlə, şeytanlarla əlaqəlidir və gələcəyi deyə bilmirlər. Keçmişdə kiminsə filan şeyini filan oğurlamışdı. Niyə? Cinlər xəbər verir. Sən onun yanına gedirsən, güya sən nəyisə tapacaq, daha da səni bədbəxt edir. Mən getdim onun yanına ki, məni evimdə cadunu çıxarsın. Evində cadun var, şübhələnirəm. Gedir onun yanına, elə orada onu cadu edirlər. Həyətindən çıxdı axı, həyətivə qoydular. Sən özün səbəb oldun onun yanına getməklə. Yəni, ümumiyyətlə, insanda cadu var, yoxdur. Bunun təşxisi falçı, cadukar deyil.